Autizm spektrli uşaqlar. Gəlib iş çatır artıq 3 yaşına, görür, yox, bu uşaq danışmır. Nitq əsas meyardımı? Ünsiyyət problemidir, kommunikasiya problemidir. Hansı autizmli uşaqlardan yaxşı nəticə əldə olunur? Ailə uşaqla bağlı sərhəddi qoruyacaq. Və heç önəmsəmədiyiniz məqam. 1 yaşından sonra uşaqlara əmcək verilməsi, hətta yatarkən belə verilməsi düzgün deyil. Loqoped defektoloq Esmira Kazımova izah edəcək. Sağlam səhhətdə. Salam, hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Hər birinizi Sağlam Səhət verilişində yenidən xoş gördük. Və qonağımız loqoped defektoloq Esmira Kazımovadır. Xoş gəlibsiniz Esmira xanım. Esmira xanım, sizinlə artıq 4-cü verilişi çəkirik. Artıq 4-cü verilişdir ki, maarifləndirici söhbətlə məşğul oluruq, sosial mediada paylaşılır. Buna rağmen dünən 2 xanımdan eyni sualı almışam. Könül xanım, uşağın 6 yaşı var, bu il 1-ci sinifə getməlidir, getmir, danışmır. Mənə bildirçin əti lazımdır, hardan tapa bilərəm. İkinci bir xanım isə autizmlə bağlı yazmışdı ki, uşağın artıq 11 yaşı var, danışmır. Bundan sonra hansısa loqoped uşağıma kömək edə bilərmi? Elə bugün sizinlə söhbətimiz autizm spektrli uşaqlar və bu uşaqlara bir loqoped olaraq necə dəstək ola bilərsiniz? Bununla bağlı suallarım olacaqdır. Öncə bu suala başlayayım Esmira xanım. Mənə sırf autizm spektrlə bağlı yazan valideynlərin əksəriyyəti danışmaq problemini də mütləq qeyd edir. Nəyə görə bu uşaqlarda həm də danışma problemi yaranır, nitq problemi yaranır? Bilirsiniz, əslində spektr pozuntusu olan uşaqların sayı günü-gündən artır və valideynləri ilk narahat edən, yəni istər həkimə, istər psixoloqa göndərən ilk xüsusiyyət şey olur. Bu uşaq niyə danışmır? Yəni uşaqda görünən digər problemlər valideynləri sanki narahat etmir. Uşaqdır da, uşaq belə edər. Əsas danışsın. Uşaqdır da, əsas odur ki, eşidir, lazım olanda eşidir də. Ya da uşaqdır da oynamaq istəyir. Uşaqdır da vecsizdir. Bu kimi xüsusiyyətləri sadalayırlar. Amma gəlib iş çatır artıq 3 yaşına, görür, yox, bu uşaq danışmır və mütəxəssisə götürür uşağı. Və soruşanda ki, sizi nə narahat edir? Spektr pozuntusu evladı olan ailələrin %90, şəxsi praktikama əsasən deyirəm, nitqi. Əsas danışsın. Əsas danışsın, bu qədər. Bircə danışsın. Bircə bu danışsın, yetərlidir. Amma nitqi olub da spektrdən əziyyət çəkən uşaqlarımızın sayı az deyil. Çünki nitq spektr pozuntusu olan uşaqlar üçün bir meyar deyil. Əsas meyar deyil. Çünki orada əsas meyar ünsiyyət problemidir, kommunikasiya problemidir. Adına reaksiya verməmək problemidir və təsəvvür, təxəyyül problemidir. Çox spektr pozuntusu uşaqlar tanıyıram ki, çox gözəl nitqləri var. Lakin o nitqi ünsiyyət üçün istifadə etmir. Rabitəli nitqə keçid edə bilmir. Bəlkə də 1000-dən, 2000-dən çox söz ehtiyatı var o uşağın. Sayırlar, 100-ə qədər sayır. Amma lüğət üçün, yəni nitq üçün istifadə etmirlər. Bax, bu ünsiyyət problemidir, kommunikasiya problemidir. Hər bir valideyn başa düşməlidir ki, tək nitq bu uşaqlar üçün meyar deyil. Çox maraqlıdır, doktor, deyək ki, uşağın artıq 3 yaşı var, 4 yaşı var və danışmır. Danışmayan uşaqlara da ailələrin çoxu autizm deyir. Sırf danışmadığına görə deyir, uşaq danışmır, yəqin mənim uşağımda autizm var. Nə əlaqəsi olur, doktor? Hər danışmayan uşağa autizm demək olarmı? Birincisi, bu diaqnozu qoyan şəxs biz müəllimlər deyilik. Nə psixoloqdur, nə pedaqoqdur, nə loqopeddir. Ancaq və ancaq bu diaqnozu qoyma səlahiyyəti var, o da uşaq psixiatrında, həkim uşaq psixiatrında. Azərbaycana düzdür, bu say çox da geniş deyil. Çünki bu uşaqlarla işləmək, diaqnozu qoymaq heç də asan deyil. Amma bu diaqnoz maksimum 3 yaşında təsdiqlənir və o demək deyil ki, 3 yaşına qədər oturub gözləmək lazımdır. 3 yaşına qədərsə biz onu riskli qrupa deyirik. Hətta bu diaqnozu mütəxəssislər 7-8 ayından belə uşaqlarda hiss edə bilirlər. Ən çox da hiss edən valideynlər ikinci evladında olursa o zaman hiss edir. Çünki ikinci müqayisə edib deyir ki, birinci evladım axı 7-8 ayında heca vardı,
adına reaksiyası vardı, insanlara qarşı istək vardı, amma bu uşaqda heç biri yoxdur. Sanki özü üçün ancaq qapanır. Bax, bu ən böyük problemlərdən biridir. Deyək ki, artıq uşağa bir uşaq psixiatri diaqnoz qoydu ki, bu uşaqda autizm spektr pozuntusu var. Mütləq bir loqopedə də yönəltməlidirmi Esmira xanım? Bilirsiniz necədir? Ümumiyyətlə Azərbaycanda belə bir tendensiya var. Həkim psixiatrlara getdiyimizdə deyir ki, sən filan mütəxəssislərə getməlisən. Psixiatrlar və ya nevroloqlar sadəcə olaraq tövsiyə edə bilərlər. Amma iş prinsipinə daxil ola bilməzlər. Şəxsən öz adımdan deyim ki, mən mərkəzimdə mənə göndərilən göndərişdə filan dərsləri alırsa deyirsə, mən o uşaqla işləyə bilmirəm. Çünki necə ki, həkimin sahəsi tibbi sahədirsə, bizimki də pedaqoji sahədir. Necə ki, onlar pedaqoji sahəni bilmədikləri kimi, biz də tibbi sahəni bilmirik. Və sadəcə öldürəm ki, onlar tövsiyə verə bilərlər. Əksər tövsiyələrdə bu olur ki, bu uşaqların loqopedi ehtiyacı yoxdur ilkin etapda. Bir nüansla razıyam ki, əgər uşağın davranış pozuntusu varsa, aqressiyası varsa, burada loqopedin işləməyi yersizdir. Effekt vermir? Qətiyyən vermir. Çünki loqopedlə işləmək üçün oturub gözləmək bacarığı olmalıdır uşaqda. Dinləmək bacarığı olmalıdır uşaqda. Amma hal-hazırda 5 saniyə belə otura bilməyən bir uşağa, aqressiya göstərən bir uşağa bu proses yersizdir. Və təəssüf ki, Azərbaycanda bir çox loqopedləri məcbur edirlər. Mərkəz rəhbərləri ki, valideyn axı danışıq üçün gəldi. Burada loqopedin mərkəzində günahı yoxdur ya. Valideyn gəldi ki, mənə ancaq loqoped lazımdır. Bəli, elə də olur. Mənim uşağım danışsa düzələcək. Hər şey danışmağa bağlıdır. Bəli, sanki. hər şey nitqə bağlayır. Spektr pozuntusunda isə nitq axırıncıdır. Düşünün bir piramida. Uşağın inkişafında bir piramidanın başında nitq durur. Amma bunu məcbur edən bir çox mərkəz rəhbərlərinə məcbur edən valideynlər olur ki, müəllimə siz bilmirsiniz. Bu uşaq hər şeyi bilir. Məsələn, atanın telefonu anaya verməz. Yəni və yaxud da ki, telefonu veririk, istədiyini açıb baxır. Bu meyar deyil. Bu əqli inkişafı, intellektin meyarı deyil. Bəs hansı mərhələdə autizmli uşaqları qəbul edirsiniz Esmira xanım? Ümumiyyətlə, AŞA deyirik biz ona, Ümumdünya Amerikanın Loqopedlər Birliyi var ki, onun çıxartdığı protokolla, halbuki bütün dünya o protokol əsasında işləyir. Erkən əgər ki, bu uşağın dinləmə və davranış pozuntusu yoxdursa, artıq loqopedik müdaxilə vacibdir. Hətta o protokolda xüsusilə vurğulanıb ki, erkən müdaxilədə anlama və qavramanı işləmək məhz loqopedin vəzifəsidir. 2019-cu ildə də Ümumdünya Loqopedlər protokolda çıxdı Rusiyada. Orada da xüsusilə vurğulandı. Hətta bununla bağlı araşdırmalar da göstərdi ki, 2-3 yaş arası əgər uşaqda davranış pozuntusu yoxdursa və əsas aqressiya yoxdursa, loqoped burada mütləq işləyə bilər. Və ilkin başlayacağı nüans, məqam müraciəti anlama və qavrama üzərində olmalıdır. Loqoped deyəndə nəsə Azərbaycanda ancaq danışdırmaq başa düşürlər. Bəli. Səs qoysun, söz qoysun, cümlə işləsin, xeyr. İlkin mərhələdə loqopedin işi odur. Anlama, qavrama üzərində işləməlidir ki, çünki biz başa düşmədiyimiz dildə danışa bilmərik. Özünüzü təsəvvür edin ki, sən İngiltərəyə getmirsən, İngiliscə başa düşmürsən. Sən necə ona cavab verəcəksən? Əvvəlcə anlamalısan, o lüğəti toplamalısan, sonra ona cavab verməlisən. Ondan sonra artıq anlama qavrama zaten gəldikdən sonra spektr pozuntusu olan uşaqların nitqin inkişafı artıq göz önündə olur. Onlara hər hansı bir qeyri-adi masajdır, qəribə bir şeylər bəzən deyirlər. Deyirəm ki, ümumiyyətlə loqopedik masajla uşaq danışmaz. Spektr da heç danışmaz. Boş yerə vaxt. Loqopedik masaj biz o vaxt edirik ki, uşaq artıq danışmaq istəyir, artıq reaksiya verir. Mən A deyirəm, ən azından bir səs çıxardır. Mən deyirəm ona, ana deyir, aha, n yoxdur. Və yaxud da ki, uzun hecaları deməkdə əziyyət çəkir. Bu zaman bəli, loqopedik masaj eləyirsən,
və uşaqda effekti görürsən. Yoxsa yersiz yerə mənasız bir şeydir. Bəs Esmira xanım, hansı autizmli uşaqlarda daha yaxşı nəticə ala bilirsiniz? Və ailənin nə qədər burada payı var? Çünki bəzən üzr istəyirəm, loqopedə aparırlar, ailə düşünür ki, apardım da mütəxəssisdir. Nə edirsə o etsin. Bəzi ailələr deyir ki, mən erkən müdaxilə aparmışam, effekt yoxdur. Və yaxud da ki, mən hər gün məşğələlərə aparmışam, Esmami, yenə effekt yoxdur. Mən buradan uşağımı tutub Amerikaya aparmışam məşğələlərə, yenə effekt yoxdur. Türkiyədə ən tanınmış psixiatrda müalicə alıram hal-hazırda, yenə effekt yoxdur. Heç vaxt effekt olmayacaq. O vaxta qədər ki, ailə uşaqla bağlı sərhəddi qoruyacaq. Bu sərhəd hardan başlayır, harda Sərhəd bitir? valideyndən başlayır. Çünki elə yox deyirlər ki, uşağa həyə oxşuyur. Konkret o ailəni uşaq idarə edir. Yazıqdır, ağlamasın. Yazıqdır, özü geyinməsin. Xəstə uşaqdır deyirlər. Yazıqdır, özü yeməsin. Yazıqdır, onun istədiyi olmalıdır. Və yaxud da ki, məşğələyə başlayıb. Bir də üzr istəyirəm, danışmayan uşaqlara deyib də xəstə uşaq kimi baxırlar. Təəssüf. Xəstə də deyirlər, xəstə uşaq. Təəssüf. Baxın, mən həmişə deyirəm, bir də görürsünüz ki, həftədə 3 dəfə valideyn gəlir, uşağı mərkəzə gətirir də. Qalan vaxtda Esmira xanım, mənə tapşırığı verin, nə etməliyəmsə mənə sadalayın, mən edəcəm. Amma bir də görürsən ki, valideyn gəlir, deyir, 6 gün tamam mənim, 6 gün gündə 3 saat gətirirəm uşağı. Uşağı bizdə nə məşğələ görürsə, aparır evə. Yenə uşağın əlində telefon, televizor, yenə abur-cubur və yenə antisosial bir həyat. Yəni, çölə aparım, uşaqlarla oynadım, utanır. Burada uşaq inkişaf etməz. Mən valideyn tanıyıram. Uşaq mərkəzə gələndə valideynə deyirsən ki, baxın, evinizdə bir şeytan varsa, o da evdə televizordur, telefondur, onu kəsin. Birinci, istənilən spektr pozuntusu olan uşaq gələndə valideynlər deyir ki, birinci işiniz o, kəsin onu. İkincisi isə uşaqla çox ünsiyyətli olur. Esmira xanım, bu bütün danışmayan uşaqlara aiddir. Bəli. İkincisi ünsiyyətli olun uşaqlar. İcazə verin uşaq fikrini ifadə etsin sizə mimika ilə. Heç olmasa danışmasa belə mimika ilə, jestlə. Heç olmasa belə desin suya sənə. Həmən onun istədiyini vermə. Üçüncüsü isə o abur-cuburlardan uşağı biraz uzaqlaşdır. Hiperaktivlik yaradır uşaqda. Adi hamiləlik vaxtı uziyə gedirsən, uşaq hərəkət etmirsə, bir şirniyyat verilir, uşaq həmən hərəkət edir. İstənilən uzistdən sorsanız, bu qanundur. Bir balaca şokolad verirsən, uşaq həmən başlayır hərəkət etməyə. Bir balaca şokoladla. İndi görün, bu böyük uşaqda nə reaksiya verə bilər. Tamam, valideyn gəlir. Mən ancaq yemək yeyəndə verirəm. O gün uşaq gəlib, 3 yaş 6 aylıqda hələ də əmzikdədir. Niyə? Yazıqdır. Ancaq yatanda veririk. Bu ancaq yatanda, ancaq yeyəndə söhbətini. Bu əmzik də zərərlidir. Mütləqdir, mütləq. Əvvəllər 1 yaş 18 ayına qədər əmzikdən icazə verilirdi. Hal-hazırda Ümumdünya Səhiyyə Nazirliyinin qərarı ilə maksimum 1 yaş. Çünki əksər uşaqların ağızlarına baxan tel var. Hamısı taxıblar. Bəli, dişlərinə. Əksər uşaqlarımız artıq danışan dil çölə çıxır. Bunlar əmziklə bağlıdır, Esmira xanım. Nə qədər önəmli nüanslardır. Demək ki, əmzik nəinki danışmanı gecikdirir, həmçinin artikulyar aparatı pozur. Ağız boşluğunda da dəyişikliyə səbəb olur. Uşağın dişləri qabağa gəlir, qılıq deyirik, kənardan dişlər canavar dişləri kimi görsənir. Ağız açıq vəziyyət, çünki qapanmır ağız və yumşaq damaq yuxarı qalxdığı üçün, əmdiyi üçün və səslər sanki burundan çıxır. Artıq müdaxilə edə bilmirik. 1 yaşından sonra uşaqlara əmzik verilməsi, hətta yatarkən belə verilməsi düzgün deyil. O qədər önəmli məqamlara toxunursunuz ki, bilmirəm, birini qoyub o birisinə keçim. Esmira xanım, mənim bir tanıdığım ailə var, uşaqda həm autizm var, həm də danışmır. Uşağın artıq 8 yaşı var. Mən yadımdadır, o uşağın danışması üçün yuxudan durandan yatana qədər televizorda müxtəlif öyrədən, tutaq ki, rubrikalar var da, müxtəlif videolar var, qoyurdu. Demək ki, əslində ona çox böyük zərər eləyirlərmiş, deyilmi? Yəni, səhər durandan axşam yatana qədər. Ən sadə bir misal çəkəcəm. Tutaq ki, biz söhbət edirik sizinlə. Orada bir yüksək səslə bir mahnı çalınsın, ya bir film izlənsin, cizgi filmi olsun. Sizin nə qədər məndə diqqətiniz olacaq? Fikrimiz gedəcək o rənglərə. Valideynlər də deyir ki, Esma müəllimə, uşaq baxmır ki. Prosta açıq qalır televizor. Səhərdən axşama qədər açıq qalır. Əsas odur ki, açıq qalır müəllimə. Onun sonra baxmır ki.
Deyirəm, bəs uşaq insan səsi eşitmir. Demək uşaq üçün önəmli olan real söhbətləri dinləməkdir, Esmira xanım. İnsan səslərini. Bizim beynimiz əvvəlcə qeyri-danışıq səslərini qəbul edir. Biz heç vaxt pişiyə demirik, pişik deyirik, miau. Sonra uşaq ona pişik deyir. Eynən. Məsələn, evdə oturanda uşaq miau, yəni miau. O qeyri-danışıq səs, orada hansısa bir səs yoxdur. Sonra o pişiyə çevrilir. Və biz həmişə deyirik ki, ananın laylasından, o dilindən gözəl bir şey yoxdur. Hətta hal-hazırda o qədər önəmlidir laylalar, Esmira xanım. Çox. Hətta deyirik ki, uşağa süd verərkən göz təması qurun uşaqla. Çünki süd verərkən belə uşaq göz təması axtarır. Bununla bağlı hətta araşdırmalar da var. Sosial problemi olan uşaqların əksəriyyəti oradan gəlir. Ana oradan südü verir, istər butulkadan, istər təbii yolla. Bəli. Uşaqla ünsiyyət qura bilmir. Ya da parka gedirsiniz. Ananın əlində telefon, uşaq da parkda. Sən uşağı niyə düşürmüsən? Bax, o parka niyə düşürmüsən? Özü oynasın da. Hə, amma bir uşaqla ünsiyyət qur. Afərin sənə, gəl oradan gedək. Parkın içində belə ünsiyyət qurmağa kömək elədi o uşağı. Bir izlə. O qədər oğurlanan uşaqlarımız var ki, ananın telefon, atanın telefona baxmaqla istifadə edən. O qədər var ki, bəs o uşaqla, yəni mən məsələn şəxsən həyətə düşəndə heç vaxt telefon istifadə götürmürəm. Heç vaxt. Esmira xanım, ona görə nənəli babalı uşaqlar tez danışırlar. Çünki nənə danışdırır babadan. İndi yox. İndiki nənələr. İndiki o da köhnə nənələrə. Ancaq Müge Anlı və sair belə filmlərdədir. Mən bir dənə mövzunu danışacağam. Oğlum bir gün qalmışdı, yəni evladımla bağlı olaraq, ikinci ilə bağlı olaraq nənələrinin yanında qalmışdı. Üstündən bir 2 ay sonra görüşdük, çünki mən sonra Türkiyədə yaşayırdım. Nəysə, onda bir film, serial gedirdi. Açdım, baxam. Oğlum qayıtıyor, hə, ana, filanı vurdular, hə. Dedim, bura sən hardan bilirsən? Nənəsi baxır. Nənə ilə baxırdıq. Nənə bir yerdə baxırlar. Yəni, indi mən nadirən nənələr görərəm ki, uşağa nağıl danışsın. Hətta, dünən olan bir söhbəti deyəcəm. Uşağa, valideynə dedim ki, telefon, televizoru kəsin də. Dedi ki, Esma müəllimə, mənim evdə qaynanam, qaynatam var. Uşaq telefon, televizora baxmayanda sakit durmur, yəni evi dağıda səs-küy edir. Qaynanam, qaynatam məcbur edir ki, uşağa telefon, televizor verim. Bir də bu sualı mütləq sizə vermək istəyirəm. İndi modern bəzi ailələr var, laylar çalmırlar, özlərinə yaraşdırmırlar. Neyirlər? Deyir, biz Beethovenin mahnılarını qoyuruq, musiqi qulaq asırlar. Amma demək ki, laylanın əvəzini vermir, deyilmi? Laylədə çünki istər-istəməz uşağa orada da sözlər deyirik, onun adını orada çəkirik. Hər ananın dediyi bir laylay var, özümüzdən cümlələr artırırıq. Demək ki, heç də Beethovenin simfoniyaları bizim laylalarımıza çatanmaz. Klassika həmişə klassikadır. Amma danışıq baxımından da danışıq baxımından ananın səsi. Məsələn, uşağı anası çağırır, baxmır. Niyə? Uşaq dünyaya gələndən ancaq elə, halbuki autizm spektr pozuntusu deyil, ləngimədir. Çünki uşaq dünyaya gələndən ancaq telefon, televizorla böyüyür. Yəni, uşaqda heç bir problem olmamış olsa belə, valideyn onunla az ünsiyyətdə olursa, yaxud heç olmursa, bu da nitq ləngiməsinə səbəb olur, Esmira xanım. Hal-hazırda 31 uşaqdan biri spektr pozuntusuna əziyyət çəkir, hər dünyaya gələn. Halbuki 1970-ci ildə bu statistika 10.000 uşaqdan biri idi. Demək, valideynlərin də payı var. Əslində spektr pozuntusunda, belə deyək də, valideynlərin payı qloballaşdırmaqdadır. Çünki spektr pozuntusu elə bir diaqnozdur ki, yaranma səbəbi tam bəlli deyil. Sadəcə olaraq valideynlərin görməzdən gəlməyi var olan problemi daha çox qloballaşdırır, daha çox problemə çevirir. Və o artıq uşaqla biz məcbur qalırıq əvvəlcə o problemi həll edək. Bax, bu bizim ən böyük problemimizdir. Hətta bu nə dərəcədə bir problemdirsə, Trump avqustun 26-sı bununla bağlı çıxışı oldu. Çıxışı oldu. Düşünün, onu belə narahat edir, təsəvvür edir. Trumpın hər işi qurtarmışdı, bu boyda Nobel mükafatı almaq istəyən bir adam, ona vuruşur. Çox paylaşıldı onun. Bunu düşünün, bunu hətta Amerika Səhiyyə Nazirliyinə belə sual verdi ki, niyə bu qədər artır? Səbəb nədir? Amerikada da artan bir statistikadır. Çünki Amerikada deyir ki, artıq mənim üçün lazımı olan normativ insanlar yoxdur. 31 hər dünyaya gələn 31 uşaqdan birinin spektr pozuntusu olması nə deməkdir? Və bu artan statistikadır. Bəli. Çox maraqlıdır Esmira xanım. Ölkəmizdə bu sahə üzrə hansı işlər görülür? Videoroliklər.
Yetərlidirmi videoroliklər? Yetərli deyil. Çünki spektr pozuntusu ilə bağlı Azərbaycanda dövlət tərəfindən hər hansı bir diaqnostik mərkəz yoxdur. Sırf orada. İkincisi, bununla bağlı xaricə göndərilmiş mütəxəssislər yoxdur. Ki, məsələn, dövlət maliyyələşdirsin ki, məsələn, bizdə diaqnostika 2 dəqiqədə, 5 dəqiqə, 10 dəqiqə olur. Qiymətlər də mən sizə deyim, 180 manatdan başlayır, 150 manatdan başlayır. Yetərli deyil o müddət, Esmira xanım? Yox, 5 dəqiqə hansı uşaq da spektr qoymaq olar ki? Məsələn, mən 2017-ci, 15-ci ildə Gürcüstanda oldum və Gürcüstanda bir psixiatri klinikada staj keçdim. Orada soruşdum ki, necə aparırsınız? Mənə təmiz göstərdilər. Çox gözəl bir reabilitasiya mərkəzi idi. Sadəcə diaqnostika bir həftə eləyirlər. Uşaq ana ilə bərabər bir həftə orada qalır. Hər gün psixiatr, nevroloq, pediatr, loqoped, psixoloq ora daxil olur. Bir həftə içərisində izləmə olur. Dərslər keçirilir, izlənilir və bir həftənin sonunda valideynə məlumat verilir ki, bu uşaq spektr pozuntusudur və yaxud da spektr pozuntusu deyil, riskli qrupdadır və yaxud da ki, ləngimədir. Yanlış diaqnozlar olurmu o zaman? Çox. 5 dəqiqəyə? Çox. Və valideynlər bu diaqnoz üçün ən az 150 manat ödəmək məcburiyyətində qalır. Bir də erkən müdaxiləyə gec başlayan ailələr olur. Səbəbi daha çox nədə olur Esmira xanım? Bilirsiniz, bir 10 il bundan öncə sualı versəydiniz mənə, deyərdim ki, maariflənmə. Hal-hazırda Azərbaycanda da bu sahədə maariflənmə çox yaxşı səviyyədədir. İstər psixiatrlarımız sağ olsun, çox gözəl çıxışları olur. İstər nevroloqlarımız, psixoloqlarımız, mərkəzlərimiz. Bununla bağlı çox gözəl çıxışlar, hətta valideynlərimiz var. Halal olsun o valideynlərə ki, evladında olan spektr pozuntusu ilə barışıb, onu irəli aparmaq üçün postlar paylaşırlar. Biz bunu etdik, biz bunu elədik, əvvəlcə qarşılaşdıq. Yəni utanmırlar. Mən bunu alqışlayıram. Bunlar var. Maariflənmə üstünə ata bilmərik bu dəqiqə ki, mən bilmirdim. Mən hardan bilərdim? Çünki bir ana ya da ata valideyn olacaqsa, evladın inkişafı ilə bağlı araşdırma eləməlidir. Mütləqdir. Maariflənmə deyil. Mən həmişə deyirəm, şəxsi öz praktikamla deyirəm, hətta bu il ərzində bir statistika çıxartdım. Qəbula gələn uşaqların, ailələrin %70-nin niyə gecikmisən sualı verəndə günah baba nənədə idi. Qoymadılar. Dedilər ki, bu uşağın əmsi 7 yaşında danışır. Uşaqdır da, mənim oğlumun pulunu niyə havaya atırsan? Pul tələsidir deyirlər. Bu dünənləri bir valideyn gəlib, uşağın 4 yaşı var, spektr pozuntusu diaqnozu qoyulub. Bugünə qədər qaynana qoymur ki, uşağı loqoped psixoloqa ki, ya da psixiatr həkimə getsin ki, mənim oğlumun pulunu çölə atırsan, bekar adamsan. Dünən ana gəlib ağlayırdı, İsmail müəllim, mən neyim? Uşaq danışmır, 4 yaşı var. Və yoldaşı öz anasına icazəsiz, xəbərsiz bizə uşağı gətirir. Həyat yoldaşı da artıq görür, baxı 4 yaşı var. Artıq orada biz nə edə bilərik? Birincisi, bax, ailə daxili o kənardan olanlar. Müdaxilələr. Bax, ikincisi isə qəbullanmamaq. Bayaq siz dediniz, bizim nəslimizdə yoxdur axı. Bəli. Bu qəbullanmamaq ailələri geri atır. Özlərinə yaraşdırmırlar. Mən qınamıram, bir valideyn olaraq qınamıram. Çünki kim istəyər balasında hər hansı bir pozuntu olsun? Qəbullanmamaq uzun çəkir. O həkim sənin, bu həkim sənin və hərədən bir ümid. Ümid avcıları da Azərbaycanda maşın, tək Azərbaycan deyil, bütün dünyada çoxdur. Nə bilim, sənin filan müalicəni eləyəcəm, sənin uşağın düzələcək falan. Bu şəkildə valideynləri aldadanlarımız da az deyil, dərmanlardır. Üçüncüsü isə, belə deyək də, bəzi mütəxəssislərimiz var, istər həkimlər olsun, istər psixoloq, loqopedlər olsun, gözlə. Qoy bağçaya düzələcək. Elə deyən valideynlər də var. Deyək ki, uşaqda autizm spektr pozuntusu var, danışsa düzələcək. Biraz öncə bu haqda danışdınız. Bir də mütəxəssis olaraq bu yanaşmanı dəyərləndirərdiniz. Bax, mən bir söz deyim sizə. Ümumiyyətlə, spektr pozuntusu nitq pozuntusu demək deyil. Burada əsas problem, məsələn, 1979-cu ildə spektr pozuntusu olan uşaqların ümumi xüsusiyyətləri birləşdirildi ki, bunları nə birləşdirir və digər problemli uşaqlardan nə fərqləndirir? Birincisi, kommunikasiya. Yəni, nitqləri var, amma ünsiyyətə girmirlər. Rabitəli nitq yoxdur. İkincisi, təsəvvürlərin olmaması. Baxın, bu
bu təsəvvürlər, yəni o uşaqların sadəcə olaraq əşyadan bir cür istifadə edə bilirlər. Və yaxud iki dənə dairə çəksən ki, bundan nə düzəldə bilərsən? Sənin çəkdiyin eynisini çəkəcəklər. Yəni buradan məsələn birindən alma düzəldim, birindən şar düzəldim. Bu yoxdur bunlarda təsəvvür problemi. Yəni nitq spektr pozuntusunda axırıncıdır. Yəni uşaq danışarsa hər şey düzələcək. Hələ ki elm belə bir şey təsdiq etməyib. Etsəydi, elm deyərdi ki, ancaq loqoped lazımdır bu uşağa. Bu uşağa kompleks yanaşmaq lazımdır və ən böyük yanlış da odur ki, valideyn deyir ki, danışsa düzələr. Çünki dili anlamayan uşaq danışmaz. Deyiləni anlamayan uşaq danışmaz. Yəni bu sadəcə mexaniki bir iş deyil. Bəli. Çünki bir çox ailələrimiz var ki, uşaq 200-300 sözü var. Digər cümlə qura bilmir. Şeir əzbərləyənlər olur. Digər cümlə qura bilmir və əksəriyyətində proqramlaşdırılmış nitq olur. Yəni uşaq əzbərləmiş olur. Nə istədir? Mənə su ver. Bu qədər. Bizə də bəzi valideynlər yazır ki, uşaq 1-dən 100-ə qədər çaşmadan sayır. Amma 2 deyirəm, 2-ni başa düşmür nədir ki? Amma sayır. Məsələn, spektr pozuntusu olan uşaqlarda ən çox rast gəlinən pozuntulardan biri də hiperdisleksiyadır və valideynlər bunu fəxrlə dilə gətirirlər. Çünki qınamıram, əslində burada bir xoş bir şey var. Məsələn, uşağın 2 yaşı var, 3 yaşı var, 4 yaşı var, sərbəst şəkildə yazır, oxuyur. Və yaxud da ki, riyazi bacarıqları var, amma əzbərdir. Məsələn, valideyn deyir ki, mənim uşağım sən denən cümləni, o da yazacaq. Tamam, 4 yaşında uşaq gəlmişdi. Mən cümləni dedim, olduğu kimi yazdım. Cümlədə bundan ibarət idi ki, qapını ört. Uşaq yazdı, qapını ört. İndi dedim, ged elə. Uşaq mənə deyir, qapını ört. Yazdığını dedim, elə, icra et. Yox, mən onu başa düşməz axı. Əgər dedim, bir insan yazdığının mənasını anlamırsa, demək mexanikidir. Görmə yaddaşından istifadə edilir. Çünki spektr pozuntu olan uşaqların əksəriyyəti bir analizatordan istifadə edir. Məsələn, sadə bir misal çəkəcəm. Spektr pozuntusu olan uşağa deyirsən ki, eynisini et. Uşaq baxır sənə. Gələk deyəsən ki, dilini çıxart. Dilini çıxart deyəndə çıxart. Amma eynisini et deyəndə başa düşmür. Və yaxud da əksinə. Yəni, onlar, məsələn, ağzımızı bağlayırıq, deyirəm ki, stəkanı qoy kağızın üstünə. Uşaq əlini çəkir. Ki, mən sən oxuyum. Amma elə uşaq var ki, başını salır aşağı belə. Deyirsən ki, məsələn, alma hansı itin əlindədir? Uşaq göstərir. Amma bunu çəkəndə, yuxarı qaldıranda özünü sıxa bilir. Sıxır ki, yəni mənə ya eşitmədən ver, ya görmədən ver. İki analizatorunu bir yerdə işlədə bilmir bu uşaqlar. Loqopedin də ilk işi hansı analizatorda öncəliklə yaxşı inkişaf edirsə, oradan yapışmaqdır. Biz ona Vygotsky'nin yaxın inkişaf zonası deyir, yəni bacardığı sahədən. Sonra yavaş-yavaş paralel şəkildə zəif inkişaf edən zonanı inkişaf etdirməkdir. Çünki birdən ki, zəif inkişaf edən zonanı inkişaf etdirsə, uşaq tupikə düşür. Çox narahat olur, çox həssas olurlar bu uşaqlar. Bildiyi yerdən yaxınlaşırsınız. Bəli. Bəs autizm spektr pozuntulu uşaqlarda loqopedin belə dəstəyi nə qədər vacibdir Esmira xanım? Loqopedsiz olarmı? Olmur. Birincisi, Azərbaycanda belə bir problem var. Azərbaycan sırf loqoped fakültəsi yoxdur. Olmayıb da heç vaxt. Biz əvvəllər defektoloq deyilən fakültənin tərkibində gedirdik. Sonra oldu korreksiyon pedaqoq, indi oldu xüsusi pedaqoqa. Yəni Azərbaycanda bu sahədə ancaq ad dəyişilir. Hər hansı bir ortada bir iş yoxdur. Və heç birimizin də hal-hazırda əsasnaməmiz yoxdur. Defektoloq, yəni biz defektoloqsa, biz 4 sahəni bir yerdə idarə edə bilərik. Və əlbəttə ki, bütün mütəxəssislər, hansı ki, həkimlər var ki, uşağın loqopedə ən son getməli demək, bu ən yanlış fikirdir. Elmi tədqiqatlar göstərib ki, hətta Ümumdünya Amerika Loqopediya Assosiasiyası var. O assosiasiyada da göstərir ki, xüsusi bəndlə qeyd olunub. Baxa bilərlər 2017 və 2022-ci illərdə. Loqopedin ilkin işi danışdırmaq deyil. Loqopedin ilkin işi anlama və qavrama üzərində işləməkdir. Təəssüf ki, bunu yanlış da başa düşüb, yox hələ uşaq o səviyyədə deyil ki, loqopedə getsin, bunu masaj eləsin. Loqopedin işi masaj deyil, sonrakı prosesdir. Və əgər erkən müdaxilədə loqoped uşaqla işləmirsə, birinci uşağın anlama qavramasının yerinə robotik
anlama qavrama gəlir. İkincisi isə apraksiya deyilən nit pozuntusu yaranır. Apraksiya nə deməkdir? Məsələn, deyirsən ki, uşağa belə elə. Uşaq belə bax. Bilir ki, yuxarıdadır, amma hardadır bilmir, amma anlayır. Və apraksiya da gətirib çıxardır uşaqların əksər spektr pozuntusu olan uşaqlar robotik danışır. Oldu, mən, gəl, sən. Yəni orada vokal yoxdur, ritm yoxdur. Ona görə də biz deyirik ki, bunu dəyişmək mümkündür. Əgər erkən müdaxilədə loqoped düzgün işini görərsə, bəli, olur. Gecikəndə alınmır Esmira xanım? Təəssüf ki, istədiyimiz effekti verə bilmir. Gecikmək hansı yaşdır? Yəni hansı yaşa qədər artıq gecikmiş sayılır? Ümumiyyətlə, autizm spektr pozuntusu 3 yaşında qoyulur diaqnoz. Biz 3 yaşına qədər əlimizdən gələn etməliyik ki, o diaqnozun yerinə başqa diaqnoz qoyulsun. Onu da qoyan şəxs, spektr pozuntusu qoyan şəxs ancaq uşaq psixiatrıdır. Və nə qədər erkən olarsa bir o qədər yaxşıdır. Amma erkən deyəndə xahiş edirəm valideynlər başa düşməsin ki, ancaq dərman müalicəsidir və pedaqoq, psixoloq, loqoped işləmədir. Xeyr, sizin işiniz bizim işimizdən daha qat-qat ağırdır. Siz o zaman ancaq bir yerə diqqətinizi toplamalısınız. O uşağı mən necə inkişaf etdirim? 10-11 yaşlı uşaq artıq gecikmiş uşaqdır. Əgər o uşağın akademik bacarıqları və ən əsası özünə xidmət vərdişləri yerindədirsə, davranış pozuntusu yoxsa xeyr, gecikmiş deyil. Şəxsən öz praktikamdan deyəcəm, 21 yaşında uşağı, spektr pozuntusu uşağı Bərkayı mən danışdırmışam. O zaman İzmirdə yaşayırdım. Onun videosu da var, Instagramda da var, baxa bilərlər və heç bir kəlməsi olmayan bir uşaq idi. Ananın istəyi heç danışmırdı, heç sıfır. Ana vəkil işləyirdi. Bilirsiniz, Türkiyədə belə bir şey var. Təəssüf ki, Azərbaycanda çox istərdim olsun. Xüsusi qayğı ehtiyacı olan uşaqlarda yazılı şəkildə döyməsi olur. Orada kod olur, nömrə. Tutaq ki, o uşaq itsə, o kodu polislər vurduğunda onun bütün ailəsi haqqında məlumat çıxır. İndi o hepsini danışa bilmir, əqli geriliyib. Çox gözəl metoddur uşaqlar itməsin deyənə. Və valideyn dedi ki, nə olardı, mən də vəkiləm. Mənim oğlum deyəydi ki, adın nədir, Bərkay Çomsa deyəydi. Ki, adını desin, annem falan. Həqiqətən 2 il sərasər işlədikdən sonra, inan, sadəcə olaraq ana dəftərlə gəlirdi, mən dediyimi yazırdı. Hətta dedi ki, Esmər, mən bu dəftər həcdə deyə versəm olur. Ananın da payı var, deyilmi? Ananın payı spektr pozuntusudur, ana ata, ikili. Burada hər kəsə, evdə kim yaşayırsa o uşaqdan, hamının payı var. Məsələn, mən uşaq tanıyırdım, başını yerə vururdu. İstədiyini əldə etməmək üçün başını yerə vururdu. Özü elə vurur ki, yəni tap deyə səs gəlir. O anıda ana, ata əlini uşağın alnının arasına qoyur ki, uşaq başını yerə vurmasın. Uşaq bununla manipulativ davranış edir. Təhdid edir uşaq öz valideynlərini və valideyn də qorxur. İndi qınamıram. Amma bu gətirib uşaqda gələcəkdə başını yerə vurursa, o uşaqların əksəriyyəti gələcəkdə o etdiyi davranışı kənar şəxs edə bilir. Həyatındakı digər insanlarda manipulyasiya edə bilir. Çünki başa düşür ki, bundan mən nəsə əldə edirəm. Ona görə ən çox da manipulativ davranışlar spektr pozuntusunda olur. Son sualla da söhbətimizi yekunlaşdırmaq istəyirəm. Bəzən bu uşaqların bütün yükü ananın üzərinə düşür. Hesab edirlər ki, ata əsas pul qazanır, neynəməlidir ki, pul qazanır, pulunu gətirir, verir. Hamı anadan hər şeyi gözləyir. İstərdim anaya da bir dəstək çıxışınız olsun və bununla da yekunlaşdıraq. Bayaqdan deyirəm ki, ana ata. Bəli, ana, ata dediniz ona görə deyirəm. Yəni düşünürlər ki, ata neynəməlidir ki, səhər çıxır, axşam gəlir, pulunu verir də. Hər şey anadan asılıdır. Uşaqla yalnız ana məşğul olur, ana aparır, ana gətirir. Alınmayanda da yenə ananı ittiham edirlər, sən bacarmırsan. Bu analara bir dəstək mesaj deyə bilərsiniz. Ananın işi atanın işindən daha üstündür. Hətta bununla bağlı filmlər var. Deyir, ataya deyirsən evdə otur, mən işə gedərəm. Ananın üzərində yemək var, yığışdırmaq var, tərbiyə var, geyim var. Hər məsuliyyət ananın üzərindədir, uşağın tərbiyəsinə qədər. Əgər bu ailədə, ailə deyiriksə, bu bir kiçik respublikadır. O respublikada ancaq prezident işləyirsə, o nazir, o köməkçilər əllərini ağdan qaraya vurmursa, o respublika gecə-tezi çökəcək. Və xüsusilə vurğulamaq istəyirəm ki, qəbulları atalar da getsinlər. Yetər artıq anaların gözləri yaşlı qaldı. Biz ataları qəbula çağıra bilmirik. Niyə? Mən eşitmək istəmirəm. Amma qadını görün nə qədər güclü hesab edir bu kişilər ki, sən qəbullana bilərsən, sənə spektrdirsə sən qəbullana bilərsən. Mənim ürəyim gəlmir, uşağıma diaqnoz qoyulsun. Amma ana üçün də aslında Amma ana məhv olur. Amma hər anada
ayaqları isə dimdik dura bilmir. Yanında ən azı həyat yoldaşı olsa, doktor Esmira xanım, o diaqnozu eşitdiyi zaman bərabər bölüşərlər, ən azı hayan olar, dəstək olar. Bütün zərbələrin altında ana qalır. Hətta bəzən mənə elə analar yazır ki, yoldaşım biləndə ki, uşaqda belə bir problem var, məni tərk etdi. Çox var. Yaxud bir neçə il mənimlə bərabər əziyyət çəkdi, o yoruldu, qoydu, getdi bizi. Amma o uşaqla ömrünün sonuna qədər o ana qalır. Təəssüf ki, onu mən deyirəm, hər kəs nə ata olmalıdır, nə ana olmalıdır. Valideyn olmaq çox məsuliyyətli bir işdir. Və həmişə deyirəm ki, nə olardı? Elə bir qanun çıxardı ki, ata-ana olmamışdan öncə bu insan bir imtahan verirdi ki, görəsən Atalıq, analıq imtahanı. Həqiqətən bu axı refleks hər kəsdə dünyaya gəlmir. Və əziyyəti çəkənlər, mən çox təəssüf edeyim ki, bizim analar olur. Xüsusən də bir ana yazmışdı ki, 2 övladım var, ikisində də autizm var. Yoldaşım bizi ikinci uşağında autizm olduğunu biləndə bizi qoydu, getdi ki, mən bacarmıram. Amma o ana o 2 uşağı hər yerə daşıyır. Çünki anadır, əsl anadır. Və elə anaları mən həmişə deyirəm, ayaqda alqışlamaq lazımdır. Təəssüf ki, bu alqışla deyil də, çox istərdim ki, bax, belə analara maksimum dövlətin dəstəyi olsun, maksimum. İstər bu uşaqlar üçün bağçalar açılsın, diaqnostik yerlər açılsın. Heç olmasa avtobus pullarını belə özləri verməsinlər. Çünki apar gətir çox çətin axı məsələdir bunlarda. Yəni o vergilərdə məsələn bütün dünyada xüsusi qayğı ehtiyacı olan uşağa kimsə baxırsa, hətta aldığı maşında belə vergini vermir. Məsələn Türkiyəyə baxın. Maşın alırsa o uşağın anası, o maşına görə vergi vermir. Elektrik suyunda belə vergidə faizi azdır ki, niyə? Çünki deyir ki, sən onsuz da o uşağa baxırsan, baxa bilməsən, mən dövlətə qalacaq o uşaq. Məndə isə 2 qat xərci çıxacaq, çünki mən hər şey təmin etməliyəm. Amma bax, bu olsa da çox gözəl olur, amma çox istərdim, Məhəmməd Peyğəmbərin bir hədisi var, özünə rəva bilmədiyini başqasına rəva bilmə. Nə olar ki, burada da dövlətin dəstəyi çox istərdim bu ailələrə olsun. Amma yenə deyirəm, araşdırılmış, öyrədilmiş sözdə deyil. Esmira xanım, sırf bu sahə ilə bağlı hansı nailiyyətləriniz var? Azərbaycanda 2011-ci ildə ilk autizm defektoloji psixoloji yardım mərkəzi ictimai birliyinin sədri oldum, ilk açanlardan oldum. İlk bununla bağlı efirlərə çıxıb dörd-dörd döyüşən oldum bir loqoped olaraq. Azərbaycanda ilk autizm əl kitabçasının, hansı ki o zaman heç bu haqqında məlumat yox idi, o kitabçanın müəllifi oldum. Autizm qəzetinin baş redaktoruyam, hal-hazırda baş redaktoruyam. Autizm saytının ilk yaradıcısı oldum. Hətta mənim ilk ali təhsilim indiki ikincidir, Ada Universitetində oxuyuram. Amma ilk ali təhsilim Rusiyada olub və orada tez işim spektr pozuntuları erkən müdaxilə. Və bir çox ölkələrdə bununla bağlı Türkiyədir, Rusiyadır, Qazaxıstandır, bu kimi ölkələrdə elmi konferanslarda Azərbaycanı təmsil etmişəm və bir çox da bəlkə 20-yə yaxın bu haqda elmi məqalələrin müəllifiyəm. Hələ də mübarizəniz davam edir. Əgər bir praktikada uşaqlara yetərincə nəyisə vermək istəyirsənsə, sən mütləq ki, yeni məlumatlardan xəbərdar olmalısan və nəzəri biliklərini artırmalısan. Çünki praktika onsuz getməz. Gəldiyinizə görə təşəkkür edirəm. Esmira xanım, çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız loqoped defektoloq Esmira Kazımova idi. Efirimiz isə davam edir. Sağlam səhətə baxırsınız və qonağımız uzman invaziv kardioloq Samir Allahverdiyevdir. Xoş gəlibsiniz, doktor. Və biz qonağımızla son günlərin ən aktual mövzulardan biri olan ürək sağlamlığı və idman haqqında söhbət aparacağıq. Doktor, yaxın günlərdə tanınmış məşhur bir aktyoru itirdik sırf bu səbəbdən. Ona görə istəyərdim bir mütəxəssis olaraq bu suallara siz aydınlıq gətirəsiniz. Kimsə idmanla məşğul olursa, ürək sağlamlığı ilə bağlı hansı müayinələrdən keçməlidir və niyə keçməlidir? Çox gözəl bir sualdır. Çünki həqiqətən də bu son yaşanan trajik olay bizim üçün bir ürəyi təkrar ortaya çıxartdı. Yəni ürək damar xəstəliklərinin nə qədər ciddi olduğunu və nə qədər hələ də həyatımızda ciddi rol oynadığını görmüş olduq. Və Dünya Sağlıq Örgütünün də axırıncı nəticələri onu göstərir ki, hələ də dünyada ən sıx ölüm səbəbləri ürək damar xəstəlikləridir. Maalesef, onkoloji xəstəliklər nə qədər çox danışılsa da, ürək damar xəstəlikləri hələ də birinci növbədə yer tutur. Mən həmişə xəstələrim də bu sualları verir mənə. Həmişə deyirəm ki, bir insan idmana başlayacaqdırsa, mütləq şəkildə birinci növbədə həkim müayinəsindən keçməlidir.
Əsasən də bu xəstələr əgər 40 yaşından yuxarı yaşdadılarsa ya da siqaret istifadəsi vardısa, təzyiq xəstəliyi vardısa, arterial hipertenziyası vardısa ya da ürək-damar xəstəliyi vardısa, şəkəri vardısa, obezitesi vardısa, bu xəstələr mütləq şəkildə birinci növbədə həkim kontrolündən keçməlidirlər. Amma bu demək deyil ki, sadəcə bunlar keçməlidir həkim kontrolündən. Mənə qalsa, əgər hər insan gənc də olsa, əgər bir aktiv idmana başlayacaqdırsa, mütləq şəkildə birinci növbədə həkim kontrolünə getməlidir. Çünki sadəcə bizim problemlərimiz ürək-damar xəstəlikləri ya da arterial hipertenziya ya da şəkər deyil. Bununla yanaşı bir çox xəstəliklər var. Konjenital dediyimiz anadan gəlmə ürək xəstəlikləri var. Bunların hamısı ortaya qoyulmalıdır ki, siz rahatlıqla idmana başlaya biləsiniz. Çox maraqlıdır doktor. Zaman-zaman bunu futbolçular arasında da görürük. Hətta yarış getdiyi vaxtı, futbol oyunu getdiyi vaxtı hansısa bir futbolçuda ani ölüm baş verir və o futbolçunu itirirlər. Hansı hallarda idmançılar arasında bu cür ani ölümlər baş verə bilər? Yəni ani ölümə səbəb olan hansı xəstəlikdir? Biz xəstələrlə danışanda birinci növbədə həmişə bunu soruşuruq ki, ailədə gənc yaşda ölüm vardımı? Bu çox vacib bir sualdır əslində. Bu sualın bir yerdə biz o xəstənin genetik araşdırmasını edirik. Yəni, ailədə gənc yaşda ani ölümlər olurmu? Ani ölümlərin bir çox səbəbi vardır. Bu, hipertrofik kardiomiyopatiya dediyimiz ürəyin əzələ xəstəliklərindən də qaynaqlana bilər. Amma bununla yanaşı qapaq darlıqlarından da yaranmış ola bilər. Bununla yanaşı ürək-damar xəstəliyindən də yaranmış ola bilər. Yəni, buna eləyəcək bir neçə faktorlar vardır. Bununla bərabər kardiyak aritmiyalar dediyimiz ən çox qorxduğumuz növ aritmiyalar var ki, bunlar da ani ürək durmasına və ölümlərə səbəb ola bilər. Bəs idman vaxtı nə baş verir ki, şəxs dünyasını dəyişir? Bəzən deyirlər ki, idman etməsəydi infarkt olmazdı. Həqiqətənmi belədir? İdmanda biz özümüzü naqruzkaya salırıq. Əslində, İki növ idman vardı elədiyimiz, aerob və anaerob deyə ikiyə adlandıra bilərik bunu. Aerob idmanlar 20 dəqiqənin üzərində çəkən idmanlardır və oksijen istifadə edərək yağ və şəkər depolarından enerji istehsal olunur. Bu idman növündə bizlər daha az yoruluruq və daha uzun müddətdə eləyə bilirik. Biz kardioloji həkimlər olaraq da ən çox bu idmanları tövsiyə edirik insanlara. Üzgüçülükdür, velosipeddir, yürüyüşdür, yüngül sürətli yürüyüşlərdir, tenis oynamaqdır. Məsələn, qaçış bandında da 20 dəqiqə yürümək yetərlidirmi? Bəli. Yəni 20 dəqiqənin üstündə tövsiyə olunur daha çox. 30 ilə 60 dəqiqə arasında. Bəli. Ancaq anaerob idman dediyimiz isə oksijen istifadə olunmadan birdən güc tələb eləyən idmanlarda yaranmış olur. Nədir bunlar? Ağırlıq qaldırmaqlar əsasən. Ya da maraton koşucuları, sürətli maraton koşucuları. Bu xəstələrdə sprint koşucuları deyirik bunlara. Bu idmançılarda nə olur? Təcili güc lazım olduğu üçün bunlarda depolardan deyil də enerji əzələlərdə olan ATP dediyimiz ya da kreatin fosfat dediğimiz, glukozadan dediğimiz moleküllerden enerji oluşur. Ama bunlarda problemlerde tez laktat birikmiş olur ve buna bağlı olarak da bu insanlar tez yorulurlar ve tez kəsilirlər. Uzun müddət idman eləyəmirlər. Əsas da bu cür idmanlarda eğer bir insan özüne bakmır, sedanter bir hayat yaşayır, bütün gün sigaret istifadə edir, alkol istifadə edir ama gedir ardından kontrol olmadan, heç bir kontrol mekanizması olmadan idman eləyirsə, təbii ki, riski artırmış olur. Niye? Çünkü bədəndə stres hormonları artmış olur birinci növbədə. Stres hormonlarının artmasıyla beraber bu xəstələrdə ani plak yırtılmaları, yani damar divarında yaranmış olan aterosklerotik zeminler yırtılabilir ve bu da infarkta yol açır. Ya da xəstənin, sözünüzü kəsirəm, xəstənin zəminində bir aritmiyası vardısa, idmanda istifadə elədiyi enerji içəcəkləri, az su istifadəsi, birdən naqruzkaya salması özünü, bunların hamısı axırda ya kardiyak aritmiyalara ya da ani miyokard infarktlarına səbəb olur.
Doktor, əgər bir şəxs idman zamanı infarkt keçirirsə, bu o demək deyilmi ki, öncədən ürəklə bağlı hər hansı bir problemi var imiş? Yoxsa sağlam bir adam da ani ölümlə dünyasını dəyişə bilər? Biz spontan diseksiyon dediğimiz mesele damarlarda hiçbir problem olmadan damarda yırtılma hadiseleri bazen görürük. Ama bunu daha çok kadınlarda, genç kadınlarda, hamile kadınlarda, bu grupta daha çok görürük. Kişilerde çok karşımıza çıkmır bunlar. Ekseriyetten 40 yaşın üstünde bir insan idman ərəfəsində eğer miyokard infarktı keçirirsə, böyük ihtimalle bunun altında ürək damar xəstəliyi yatır. Yani böyük ihtimalle özünü baxmayıbdı, dikkat etmeyibdi, kontrol etmeyibdi ve böyük ihtimalle de ürək damarlarında aterosklerotik plakları vardı. Aterosklerotik plak dediğimiz ise damar divarında yağlanma demektir. Halk dilinde desək bu cür diyebiliriz. Böyük ihtimalle bu damar divarında yağlanmaları vardı ve birden agresif idman eləyəndə ve nagruskaya salanda özünü bu plakların yırtılmağına sebep olur. Bir də doktor, bəzən deyirlər ki, heç bir problemi yox idi, daha doğrusu heç bir şikayət yox idi, anidən dünyasını dəyişdi. Əslində heç də anidən olmur, deyilmi? Daha öncədən ürəkdə gedən müəyyən bir proseslər var. Bəlkə də xəstəyə şikayət vermədiyi üçün xəstənin xəbəri yoxdur. Deyirlər, durduq yerdə oldu. Əslində heç də infarkt mən bilən durduq yerə baş vermir. Yok, infarkt durduk yere baş vermir tabii ki. Düzdür, pratik hayatımızda bakanda mesela bir hastam 36 yaşında miyokard infarktı keçirmişti. Aktif idmanla meşgul olan, hiçbir Türklerin sözüyle kötü alışkanlıklar dediğimiz pis vərdişləri olmayan bir hastamıydı ama infarkt keçirdi. Ve mənə sualı bu oldu, doktor mən onda niye sigaret istifadə edemedim? Ya da niye alkol istifadə edemedim? Çünkü, nə fərqi oldu? Bəli. Bu faktör onu belə başa saldıkça bu genetik bir faktördür. Yani mütlak bunlar olmalı değil. Genetik faktörler de bazen miyokard infarktına sebep olabilir. Ama esas korktuğumuz sessiz miyokard infarktlar dediğiniz şeyler daha çok diyabetik hastalerde karşımıza çıkar. Şeker hastalarında. Şeker hastalarında ekseriyeten ağrı olmayabilir. Ya da çocuk hastalarda. Ya da yaşlı hastalarda, obez, yaşlı kadın hastalarda ağrı olmayabilir. Şeker hastalarında bazen atipik şikayetler de olabilir. Sadece tencere nefeslik ya da bayılma ya da baş ciğerlenmesi. Bu tür şikayetler ne de gelebilirler. Ama bu alametleri bilmedikleri için tabii ki bunun ürek kaynaklı olduğunu bilmirlər. Neticede de deyirlər belki ürəklərində heç bir problem yoktu. Ama aslında var. Yəni heç də səbəbsiz yerə bu baş vermir. Bəs doktor, deyək ki, indiyə qədər heç kəs heç bir ürək müayinəsindən keçməyibsə, bizi izləyən izləyicilərimiz arasında heç bir şikayəti yoxdursa, yenə də bir kardioloji müayinədən keçməlidirlərmi? Heç bir şikayət yoxdursa belə və indiyə qədər heç keçməyiblərsə? Biz ekseriyetten hastalarımıza hamısına hiçbir hastalığı yoktursa bile 40 yaşından sonra mütlak ilde bir defa kardiyolojik muayene məsləhət görürük. Check-up məqsədilə deyirik ki 40 yaşından sonra sen ilde bir defa kardiyoloji muayenesine gitmelisin. Ama böyle bir sual gelir ki bize, bəs 40 yaşından evvel olmur mu? Tabii ki olur. Onda risk faktörlerine baxırıq hastaların. Şekeri vardı mı, təzyiqi vardı mı, ailede genç yaşta ölüm vardı mı? Sigaret istifadə edir mi, alkol istifadə edir mi, hiperlipidemiyası vardı mı, kolesterolü ya da çöçlüğü vardı mı, obezite dediğimiz. Bu risk faktörlerin hamısını değerlendirerek bunların neticesinde bu hastanın illik kardiyoloji muayenesine ihtiyacı vardı mı, yoktu mu ya da 5 ile 10 yıl ərzində bu hastada ürək damar xəstəliyi yaranma riski neçə faizdir bunları hesaplamış oluruq. Və bunların nəticəsində xəstəyi illik müayinələrdə tövsiyə edirik. Yəni əslində yaş olarak 40 yaş ve üstü deyirik ama bu risk faktörleri varsa onda yaşa baxmırıq. 40 yaşından əvvəl də olsa müayinələrə mütləq çağırırıq. Bir izləyicimiz yazmışdı ki, anamda uzun illər mədə ağrısı var idi. Mədəsinə müalicə alırdı, amma günün birində infarktdan dünyasını dəyişdi. İnfarkt olandan sonra biz bilmişik ki, əslində ağrıyan mədə deyil, ürəymiş. Bu ağrıları pasientlər qarışdıra bilərlərmi, doktor? Çok güzel bir sual verdiniz. Yani halk arasında aslında miyokard infarktı ağrısı diyende insanlar ekseriyeten sinə ağrısı deyir. Ama tabii ki bu sinə ağrısının ne cür olduğunu bilmirlər haklı olarak. Aslında miyokard infarktı sadece sinə ağrısı şeklinde olmur. Miyokard infarktı sinədə, kürəkdə, qolun iç hissəsində, bəzən çənədə,
boğulma hissi ilə gələ bilər xəstələr ya da çənə ağrısı şəklində gələ bilər. Ən qorxduğumuz isə bayaq sizin dediyiniz üst epigastrik ağrı dediyimiz, yəni qarnın üst layihəsində olan ağrılardır. Çünki bunlar əksəriyyətən mədə ağrısı ilə qarışdırılır. Və bizim həkimlərimiz də, təcili həkimlərimiz də bunu əksəriyyətən mədə problemi ilə qarışdırır. Niyə? Çünki əslində sinə ağrılarının 30%-dən çoxu, 30-36%-i əslində kardiyak səbəblər deyil. Daha çox gastrointestinal səbəblərdir. Yəni mədə bağırsaq problemləridir, sinə ağrısı edir. Və belə hallar olunca da təcili həkimləri artıq öyrəşdiyi üçün bu hallara avtomatik olaraq bunu mədə olaraq fikirləşirlər və mədə dərmanı yazıb göndərirlər. Və bunun nəticəsində xəstə miokard infarktı keçirir və xəbərimiz olmur. Yəni onun üçün də bu xəstələrdə mütləq şəkildə diqqətli olmaq lazımdır. Əgər bu saydığım əlamətlər vardısa, mütləq şəkildə təciliyə gedib elektrokardioqrama çəkdirməlidir və bunun yanında qan analizi verməlidir. Troponin dediyimiz miokard infarktının göstəricisidir qan analizində və ilk 3 saatda bu qan analizində yüksəlməyə başlayır. Mütləq şəkildə bunu baxdırmalıdırlar. Niyə? Çünki miokard infarktlarında ilk 2 saat ərzində müdaxilə çox vacibdir. Siz 2 saatdan sonra müdaxilə eləməyəndə bu ürək əzələsində ya ölümə səbəb olur, artıq sizin açacağınız bir damarın xəstəyə bir xeyri də yoxdur, ya da xəstədə çox ciddi ölümlə nəticələnən səbəblərə səbəb olur. Onun üçün də mütləq şəkildə bu xəstələrdə diqqətli olmalıyıq. Mən şeyi də əlavə etmək istəyirəm sizə. İdmanda hansı hallarda bəs idmanı biz durdurmalıyıq? Bu çox vacibdir. Çünki bir neçə gündür baxıram, bununla əlaqədar suallar gəlir. İdmanda bayaq saydığım ağrılar, sinə ağrısı, kürək ağrısı, qol ağrısı, epigastrik qarın ağrısı, bunlar olursa əgər, bunlarla yanaşı baş gicəllənməsi, yeni yaranmış dəncə nəfəslik, soyuq-soyuq tərləmə yaranırsa və ya ani gəlişən yorğunluq hissi yaranırsa, bu halda mütləq şəkildə idmanı dayandırmalıyıq və mütləq şəkildə həkimə müraciət etməliyik. Doktor, stresin ürəyə təsiri haqqında da istəyərdim danışasınız. Biz adətən bilirik ki, stres keçirtmək, nə bilim, ciddi bir psixoloji travma almaq ürəyə zərər verir. Həddən artıq çox sevinmək də ürəyə zərərdirmi? Misal üçün, biz o 44 günlük Vətən müharibəsində bunu çox eşidirdik. Şuşa alınandan sonra bir neçə Şuşalının ürəyi partladı dedilər. Dünyasını ürəkdən dəyişdi, çox sevindiyindən. Yəni, çox sevinmək də mi ürəyə ziyandır? Çox sevinməkdən ürək problemi yaşayan açıq görməmişik. Amma yəni çox sevinir, sevinəndən sonra dünyasını dəyişir. Amma təbii ki, o həyəcanlanmaq, bayaq dediyim kimi stres hormonlarının artışı, adrenalinin artışı təbii ki, ürəkdə problem yarada bilər. Bu təbii ki, bizim verəcəyimiz ani refleksdən qaynaqlanır əslində. O sevinmək deyil artıq. O yaşadığımız həyəcan hissidir. Həyəcan hissi də adrenalinin artışına səbəb olur. Stres hormonlarını artırır və bunun nəticəsində xəstələr miokard infarktı keçirirlər. Yəni əslində orada ürəyin dayanmağına ya da infarkt keçirməsinə səbəb olan mutluluq deyil. Çünki mutluluq demək serotonin hormonu deməkdir. Serotonin hormonu da həmişə yəni sevincə bağlı həyəcan mı olur? Tutaq ki, sevincli bir xəbər eşidir ki, sənin kəndin, rayonun, şəhərin işğaldan azad olunubdur. Onu sevinir və sevinəndən sonra görürlər ki, infarkt oldu. O əslində sevincin səbəbi deyil, o sevinclə yaranan həyəcandan olur bunlar baş verir. Çünki sevinç əsnasında əslində serotonin hormonu salgılanır və serotonin hormonu bizim literaturlarda, elmi çalışmalarda həmişə müsbət olaraq yəni heç kəs xoşbəxtlikdən ölməz, doktor. Yox, xoşbəxtlikdən ölən görməmişik. Amma stressdən ölən çox görmüşük. Bir də doktor, bizə bəzən yazırlar ki, gedib bir ürək müayinəsindən keçmək istəyirik Könül xanım. Ən yaxşı ürək müayinəsi hansıdır? Ən yaxşı ürək müayinəsi işin spesialistinə gedib, yəni kardioloji hekiminə gedib. Elektrokardioqrama, eko, stres testi, risk faktorlar cəhətdən, qan analizləri hamısının paket halində verilməsidir. Yəni tək birini seçək, bunu verək, kifayət deyil. Mən həmişə insanlara da deyirəm, eko müayinəsi deyə bir müayinə yoxdur. Elektrokardioqrama müayinəsi deyə bir müayinə yoxdur.
Bəzən xəstələr gəlirlər ki, doktor, mən eko müayinəsinə gəlmişəm. Çağırıram, deyirəm, niyə? Kim istəyib bunu? Doktor, özüm qərar vermişəm. Yoxdur belə bir müayinə. Bizdə bunlar hamısı bir-birindən bağlantılı paketdirlər. Elektrokardioqramasız eko olmaz, ekosuz elektrokardioqram olmaz, anamnezsiz heç biri olmaz. Bizdə belə bir trend də var. Həkimə getmədən öz başına müayinədən keçib sonra həkimə gedirlər. Yəni anamnezdən özləri elətdirirlər. Bəli, özləri eləyirlər. Bundan həkimlər çox zaman şikayət edirlər ki, mənə lazım olmayan müayinələrdən keçib gəlib. Məsəl üçün, mənə heç KT lazım deyildi. Sadəcə bir bəsit rentgen müayinəsi yetərli olardı. Yaxud elə müayinədən keçib ki, o lazım deyil, başqa bir müayinə lazımdır. Onda da xəstə narazı qalır ki, mən bu qədər ödəniş eləmişəm, bu müayinələrdən keçmişəm. Xəstə deyir, mən yönətməmişdim. Gedir öz başına keçir müayinələrdən. Artıq əlində hazır müayinələrlə gəlir. Nə üçün xəstəni mütləq həkim yönətməlidir bu müayinələri? Yəni, əslində bu alqoritm tərs olur da. Birinci həkimə gedib müayinəyə getmək lazımdır. Bizimkilərin çoxu müayinəyə gedib sonra həkimə gedirlər. Bu zamanında bəlkə də postsovet ölkələrində bir müddət spesialistlərin sayı azaldı. Ortada bir boşluq yarandı. İnsanlar da bəlkə də bu refleks olaraq o vaxtdan qalan ənənədir, doktor. Bəli, elə bir ənənə qaldı. Amma məncə artıq ölkəmizdə yetər qədər spesialist həkimlər vardı öz alanında. Məncə birinci növbədə həkim görməlidir, ondan sonra həkim qərar verməlidir ki, nə etmək lazımdır. Çünki boşuna məsrəf edir, boşuna lazımsız müayinələrdən keçir, vaxt itirir və bəzən də səhv diaqnozlara səbəb olur. Bəs infarktın qarşısını almaq mümkündürmü? Yəni gözlənilən infarktın qarşısını almaq olarmı? Bəli, olar, təbii ki, olar. Bizim bir infarktda, yəni ürək-damar xəstəliyində qarşısını alamadığımız faktor genetik faktordur. Çünki genetik faktor elə bir hadisədir ki, yəni bu olacaqdır. Elə olur, doktor. Bəzən deyirlər ki, bu nəslin kişiləri ürəkdən gedir. Bəli. Hamısı ürəkdən dünyasında yaşayır. Bizdə də məsələ elə olubdur ki, Türkiyədə işlədiyim illərdə 5 qardaşdılar, üçünə anjiyo eləyirik, üçündə problem çıxır, ürək-damar xəstəliyi geriyə qalır 2 qardaş. Deyirik ki, sizi də anjiyo eləməliyik. Və anjiyo eləyirik və həqiqətən də baxırıq ki, eyni damarda, eyni nöqtədə eyni darlıqlar çıxır ortaya. O zaman bu infarkt həmin nəslin alın yazısıdırmı, doktor? Bəli, elə deyə bilərik. Bunu necə dəyişmək olar? Yəni bu alın yazısını dəyişmək mümkündürmü? Bizim üçün dəyişdirilə bilən və dəyişdirilməyən faktorlar vardır. Ürək-damar xəstəliklərində ən önəmli dəyişdirilməyən faktor da genetik və yaşdır. Yaşı dəyişdirməliyik risk faktoru olaraq, genetikanı da dəyişdirməliyik. Amma nəyi dəyişdirə bilərik? Arterial hipertenziyanı kontrol altına alarsak, şəkəri kontrol altına alsaq, obezitəni, yəni köklüyünü kontrol altına alsaq, xəstənin çəkisini, bununla yanaşı siqareti buraxdırsaq, alkolü buraxdırsaq, idmana başlatırsaq, avtomatik olaraq zaten miokard infarktı riskini azaltmış olur. Deyək, 2 qardaşdır, ikisində də ürək problemi var. Bir qardaş artıq infarktdan dünyasını dəyişibsə, ikinci qardaşı xilas eləmək mümkündürmü? Təbii ki, mümkün. Hansı yollarla xilas etmək olar? Həyat tərzini tamamən dəyişdirəcəkdir. İldə bir dəfə mütləq kardioloji kontroluna girəcəkdir. Əgər kifayət qədər elektrokardioqrama, eko, stres testi bunlar kifayət eləmirsə, lazımdırsa əgər bununla yanaşı KT angiografiya ya da ən axırıncı prosesi olan angiografi ilə də baxıla bilər. Və bunun nəticəsində xəstənin təbii ki, ömrünü uzada bilərik. Ya da yaranacaq olan bir problem vardısa, bunu qabağa ata bilərik, yəni ötələyə bilərik. Bunun üçün ildə bir dəfə kardioloji müayinə yetərlidirmi, doktor? Yəni bu risk qrupunda olan insanlar ildə bir dəfə bir mütəxəssis yanına gedib kardioloji müayinədən keçsələr, bu infarkt riskini xeyli aşağı salırmı? Əgər xəstə özünə yaxşı baxırsa, bu bayaq saydığım risk faktorları yoxdursa, ildə bir dəfə müayinə kifayətdir. Amma əgər xəstə özünə yaxşı baxmırsa, ya da qan analizlərində baxırıq ki, xəstə prediabetdir, ya da arterial hipertenziyası var, ya da başqa bir problemləri var, onda o xəstəyə təbii ki, ildə bir yox, 6-7 ayda bir kontrollərə çağıra bilirik. Doktor, son sualına da söhbətimizi yekunlaşdırmaq istəyirəm. Bəzən deyirlər ki, xəstə ikinci dəfə infarkt keçiribmiş, sən demə bir dəfə də infarkt keçiribmiş. Bu necə mümkün olur ki, xəstə infarkt keçirir, amma özünün xəbəri olmur? Fərqli bir sual idi bu. İlk dəfə belə bir sual aldım. Gözəl bir sualdır. Yəni, belə deyim sizə, xəstə səssiz infarktlar keçidə bilər. Bayaq sizə demişdim ya, şəkər xəstələri səssiz miokard infarktları keçidə bilir.
Və hər infarkt ölüm demək deyil, amma təbii ki, dünyada ən sıx ölüm səbəbi infarkt, yəni ürək damar xəstəlikləridir. Amma hər infarkt ölümə səbəb olmur. Ürək damarları ağac budaqlarına oxşuyur. Ağacın gövdəsi və budaqları. 3 dənə ürəyi qidalandıran ana damarımız vardır və bunların budaqları var. Və çox gözəl bir sistemimiz vardır ki, bizim damarımız tutulanda o bir damar budaqlar yaradır və o damarın qidalandırdığı sahəni qidalandırmağa başlaya bilir. Bu çox gözəl bir sistemdir. Bədən özünü qorumaya alır bu şəkildə. Bunları deyirik biz. Birinci infarktı keçidib, amma xəbəri yoxdur. Damar tam tutulub, amma alt hissədən qidalanma başlayıb. Damarlar alt layihədən qidalanırlar və bunun nəticəsində xəstə infarkt keçidəndə belə ya daha yüngül infarkt keçidir, ya da səssiz infarkt keçidir. Çünki digər budaqlar o damarın funksiyasını əvəz edə bilirlər. Budur. Xalq arasında bilinən birinci, ikinci infarkt. Gəldiyinizə görə təşəkkür edirəm doktor, çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız uzman invaziv kardioloq Samir Allahverdiyev idi. Sizinlə isə sağollaşırıq. Yenidən görüşünüzə gəlmək ümidi ilə sağ olun, sağlıqla qalın.